bir narkomanın həyatını çəkəcəyik. Görürsüz də necə yerdə qalırlar. Burada qalsan Ülvin. Tək qalsan, dərman iyisi, ürək ağrısı, valeriyan. Hə? O malı eləyirsən, tirxat verirsən, Hə. əsirsən, o valeriyanı atsan, o saxlayır. Amma yorğan döşəyin səliqəli də ha. Ha. Bir-iki gün əl gəzdirməm, ona görə belə dağınıq. Yoxsa təmiz olur. Tək qalsın ha burada. Ha, paltarlarını da yumuşaq. Sən nə qədər vaxt narkotik istifadə edirsən, narkomançılıq edirsən? Mən 5 ay. 5 aydır. 5 aya səni salıb bu vəziyyətə. Oy, gördüm bu. Allah öldürsün. Gəl görək, danış görək. Yaşatsan qur kameraları. Dəqiq deyirsən 5 aydır. Anadolu görmədin mən şeydə Zaqran pasportunda Ha. Azərbaycana gəldiyim. Yəni 5 aya belə bu vəziyyətə düşə bilməz axı adam. Zaqran pasportda var idi. Nə qədər vaxt gəlmişəm bura. Orada eləməmişəm. Heç nə eləməmişəm. Bir bəzər. Bura gələndən sonra 5 ayında 1 ayını çıx. 1 ay heç nə eləməmişəm. İşləmişəm orada 50 qəpik restoranda. Rahat qoy da, rahat otura bilər. So, bir-bir elə. Bir. Gəldi. Danış görək Ülvi. Adın Ülvidir. Ha. 27 yaşın var. Neçə vaxt bax bu cür şəraitdə, küçələrdə qalırsan? Başdan danışım da. Danış başdan. Nə eləyirsə insan öz-özünə eləyir də. Mən birinci bundan 2 il əvvəl eləmişəm narkotik. Hardasa bir 8 ay, 9 ay. Sonra evdəkilər mama gedir. Rasiyadaydılar onda. Əsgərlikdən gələndən sonra pozuldum, qoşuldum narkomanada da. Mən də başladım eləməyə mal. Onda mama gəlmişdi Rasiyaya, orada yaşayırdılar. Sonra mama gəldi, məni apardı, qoydu şeyə, maçlara. Getdim orada malcı aldım. Bir həftə zat belə üstündən keçdi. Çıxdım, getdim Rasiyaya. Evdəkilərin yanına. Bir başladım orada qalmağa, prosto dokument düzəltdirə bilmədim. Ona görə 1 il, 2 ay, 3 ay belə qaldım, deport elədilər. 5 ay, 6 ay bundan qabaqda belə. Gəldim Azərbaycana. 50 qəpik restoranda başladım işləməyə Xırdalanda. İndi adını çəkmirəm, sən bildin o uşaq. Gəldi, tapdı məni. Birinci patı, yavaş-yavaş patı, patı şey eləmir axı. Heç nə təsir eləmirsə. Sonra kakosa keçdik. Çəkdik birinci. Bir azad çəkirsən, onu çəkmək üçün gərək sən o nəsə ondan hiss eləmək üçün 20 manat, 30 manatı bir dəfəyə götürəsən. O da düz gəlmir, evə də pul verməlisən. Ya o evdəki də bilməlidir ki, sən nəsə edirsən. Pul verməsən də şübhələnəcəklər ki, bu yəni ki, eləyir də nəsə bir şey. Sonra başladıq vurmağa. Bir də elə ayrıldım ki, ağrısındayım da. Yəni onu da eləyirsənsə, evdə qalmaq qeyri-mümkün kimi bir şeydir də. Elə onun dalına düşüb gedəsən, o hardadır, sən də orada. Elə orada çıxdım, gəldim şəhərə. 5 aydır bu vəziyyətdə də deyə belə. Nə gecəm var, nə gündüzüm var. Yatmağa da qorxursan ki, birdən yataram, qalaram, səhər aylaram. Ya malım olar, ya pulun olar, mal tapa bilməzsən. Ya mal taparsan, pulun olmaz. Belə də, bu yaşamaq deyil də bu. Atan, anan haralda, hansı bölgədəndir? Rayon, Oğuz rayonundan. Və indi sənin qohum əqraban yoxdur, əmin, dayın Var, ki? niyə yox? Bu vəziyyətdə mən kimə gedə bilərəm, kimin üstünə gedim? Kömək istəməyə. Bu vəziyyətdə mən gedib deyəm bilərəm, bax, mənə kömək edin. Bu narkotikin verdiyi fəsadlardan istərdim danışasan ki, narkotik sənə hansı fəsadlar verir, özünü necə hiss edirsən? Hansı fəsadlar verir? Deyib, üzümdə var yeri, yara edir, patı. Sağalmır onun yeri.
bir dənə balaca yara başlayırsan, kayıfda olursan da bilmirsən, başdan qurdalayırsan. Bir də ayılırsan ki, bütün əlin, üzün qanın içində. Səhər yuxudan ayılırsan, güzgüdə baxsan ki, bir çıxılı yara olub bir belə. Sonra eləyirsən təksən də, bu heç kim yoxdur. Patılsan axı bilmirsən. Görürsən ki, səndən bir 5 metr qıraqda elə bir şey kimsə var, danışır. Sən haqda danışır da, nəsə bir şey danışır. Bir başına şu qaynaya düşmək ki, bu kimdir, mən haqqımda danışır. Ha, amma elə bir şey yoxdur da. Heç kim yoxdur da, bu gic toğağa dönürsən, axtarırsan ki, görə bu kimdir. Dəlil idi, bir növ o bir ara çıxmışdı, zombi dərman var idi. Onun kimi bir şeydir də patladan. Qulağına səslər falan gəlir. Da, məsəl üçün yatırsan, risk elə bir ki, kimsə səni tutur, belə silkəlir, başdan ayılmağa verir, səslənirsən, eləyirsən. Ya görürsən ki, sən yatmışsan orada otaqda, burada pərdənin arxasında elə biləm, kimsə yanıb danışır. Yəni, eşidirsən də, əməli eşidirsən ha səsi, amma heç kim yoxdur. Sənə elə gəlir. Baş gedib də, belə deyək. Elə də, baş gedib də, həqiqət. Sonra o patını eləyirsən, günlərlə nə yatmırsan, nə də yemək yemirsən. Deyib, ancaq su. O da gətirir 5 aya bu günə qoyur adam. Deyim, onun verdiyi fəzad. Canını göstərim. Vay. Şişib, hə? İndi mən bunu qurdalamıram da. Aha. Adam var, patılı olur, başlayır bunu iğnə ilə deşir ki, için suyunu zadı çıxarda eləyə. Başlayır onun belə qurdalıyor, bir də ayılır ki, bir belə yaradır. O da ki, sağalmır. Patı ki, nə qədər sənin bədənindədir, o 1 günə, 2 günə sağalan yara çəkir 1 ay, 5 ay. Ancaq dayanmırsan bir yerdə, gəzirsən, eləyirsən. Nə yemək yada düşür, nə bir şey. Bir də ayılırsan ki, olan olur, keçən. Deyirəm ki, 5 aya, 5 ay, hə? 5 aya narkotik vasitə gör bir insanı nə hala salır. Adamlar var ki, istifadə eləyir, bir də ayılır ki, 5 il, 10 il. Sən 5 il, 10 ildən sonra vəbşə heç həyatda olmazsan bu vəziyyət, bu gedişatla. Həyatda olarsan, yeriyən elə bir ki, cəsəd olarsan da. Bütün iç aladın məhv olur. Bütün iç orqanları dağıdır, töküb pat. Sən indi bax 5 ay ərzində uzun da bir müddət deyil də. Peşmançılığın falan var. Əlbəttə peşmançılığım var. Yəni peşmansanmı ki, ayda mən neynədim, mən niyə belə elədim? Mən ona peşmanam ki, təzədən ikinci dəfə bu səhv eləmək, nə bilim, o eşyəli idi. Bir dəfə bu yola düşdüm, çəkdilər, çıxartdılar. Bu ikinci dəfə, yenə də görürəm ki, yəni bu yoldan yoxdur da xeyir. Nə xeyir yoxdur, nə də ki, bunun axırı yoxdur. Məsəl üçün, burada, bu ərazidə mən fırlanım, burada mal qutarsın, məcbur mən gelib çıxacam deyək, 28-dən mən haramı. Yəni, o hardadır, sən də ora gelib çıxasan da. Ta ki, onu tapana kimi. Bizdən nə istəyirsən indi sən, nə köməklik istəyirsən, vəziyyəti görürük. Bir dənə xəstəxanaya qoyum, çıxın vəziyyətdən. Yəni, ağrıdan çıxmaq istəyirsən. Olmasın, sonra normal bir dənə iş tapıb işləyərəm. Bu vəziyyətdə nə işləmək də olmur. Məsələn, mən səhər durub işə gedirəm, gedməmiş mən vəziyyətdən çıxmayıb işə getsəm, mən orada nə işləyə bilmərəm, nə də dayana bilmərəm. Başlayaram, qan tərin içində qalaram burada, əsməz məsələn. Elə olur ki, ağrı gələn vaxtı narkotik üzü istəyirsən, pul da yoxdur, tapanmırsan. Düşünürsənmi ki, gedim hardansa oğurluq eləyim? Min cür beynimə şey gəlir ki, bir dənə yaşlı adam görsəydim, sunka ilə gedəcək, onun sunkasını götürüb qaçardım, ya nə eləyərdim. Uşağı görürəm, əlimdə pulunu götürürəm. Yəni, bütün o axmaq fikirlər insan beynində, beyin bilsən necə işləyir onda. Aləm beyni kimi işləyir insan beyni onda, narkoman beyni. Çox güclü işləyir. Ona görə lomkada olan narkoman yarım saatin içində pulunu tapır.
Darıxıb eləyirsən heç anan üçün, atan üçün? Darıxıram. Darıxmanın nə fayda verir? İndi bəs pulu zadı necə tapırsan Ülvi? Dəmir yığıram, satıram, mis yığıram, helqabı yığıram, satıram. Parkovka olur, parkovkaya baxıram. Belə də kimsə görür, eləyir, köməklik eləyir. Köməklik eləyən olur. Olur, yəni eləyən bilmir, mən o pulu yeyib hara xərcləyirəm. Yəni inanıram ki, bilsə heç kim kömək eləməz, yəni kimsə istəməz ki, mən kiminsə elə bir ki, vasitəsi ilə gedim onu rahatçılıqla eləyim. Zəhəri alasan. Ha. Elə bir ki, mən kimisə cibini doldururam da. Bu 5 ay ərzində nə iyrəncikliklər, nə murdarçılıqlar gördün bu narkomaniya aləmində? O qədər, o qədər. Pul verirsən, məsələn, tema gətirməyə gedir, gətirirsən, verir, ağırdasan da, lomkadasan. Qaça-qaça gelsən, bir dənə yer tapırsan ki, eləyəsən, açırsan, tökürsən o pizrokun içinə, baxsan ki, şeydir, mühür. Alladıblar. Alladıblar. Ya torpaq çıxır içindən, ya ancaq kağızlar olur, içsə pükür, belə. Heç nə də eləmək olmur. Heç nə də eləmir. Gedirsən, söyür, anlaman eləyir ki, mən sənə mal vermişdim. Niyə niyəsən? Ya eləsən, burasan, ona görə gəlib yatasan sorokda, o da... Türmə həyatın olub? Yox. Türmədə olmamısan? Yox. Heç kimə məsləhət görmürəm bunu. Heç kimə bu həyatın ya əvvəli yoxdur, ya da axırı yoxdur. Bu narkotikdə ilk 2 gün sən kayıp görə bilərsən. Ən birinci elədiyin o gün. Ən nisbdə eləyirsən malı. Bax sən onda onun kayıpını görürsən. Dal ki sən onu ancaq canın ağrımasını deyirsən. Sən ondan kayıp görmürsən ha. Görərsən, maksimum 1 dəqiqə kayıp görərsən. 2-ci dəqiqə avtomatik fikirlərsən ki, durum hərəkət edeyim. Kayıp qutananda ağrı gələcək. Ağrı gəlmək üçün pul tutun, gedin mal yiyorsun. Bax belə. Elə bir ki, o olur atdı, sən piyadə. Düşürsən onun arxasında. Bir ömür, ölənə kimi. Nə ailə uşaq yada düşür, nə evlənmək, nə eləmək, nə dost, tanış. Dost, tanış nə deyir, hamısı bütün ata-analar. Hamısı o çetin içində elə bir şey. Atan-anan bilir indi sən belə vəziyyətdə qalırsan? Yox. Sən onda belə başa düşürəm ki, dəcəl uşaq olmusan da, anavın, atağın sözünə baxmamısan. Ha? Uşaq vaxtından ha. Kayıpa meyil olmayacam da bir sözü. Onu demək olar ki, Ülvi, narkomançılığın yaranma səbəbi insanlarda öz istəyi ilə olur. Heç kimi məcbur eləmir. Ha? Məcbur eləmir də var. Bir də var ki, məsəl üçün, bunu mənə öyrədəndə ən birinci dəfə mənə deməmişlər ki, bunun ağrısadıcısı var. Bu pis şeydir. Demişlər ki, siqaret kimidir də, ürəyin istəyəndə eləyəsən, ürəyin istəməyəndə eləməyəsən. Elə olub, mən onu eləmişəm, 20 gün dalbadal. Sonra demişəm ki, bir dənə dayanım görüm, nə göstərir. Bir gün saxlamışam, onda atam şübhələnmişdi. Gecə yatmışdım kravatda. Dişlərimin şaqqıltısından elə bilmişlər ki, xəstələnmişəm, qızdırmalıyam. Belə. Səhər durmuşum, bütün yorğan döşəyim hamısı suyun içində. Onda da atam deyirdi ki, sən nəsə eləyirsən, mən bilirəm. Mən deyirdim ki, yox, heç nə eləmirəm. Maske sürürdüm, onda kuryer işləyirdim. Deyirdim ki, xəstələnmişəm, soğuk olub. Narkomanlar da ki, mən bildiyimə görə yalanları nə qədər istəyirsən? Onların, məsəl üçün, ağzından çıxan 5 dənə kəlmədən 6-sı yalan olur. Demirəm, 4-ü yalan olur, 6-sı yalan olur. Yəni, 5 kəlməni deyir, 6-cını da fikirləşir ki, onu da yalan deyəcəklər, bilirsən. Ona görə deyirəm ki, 5 kəlməsindən 6-sı yalan olur. Sən indi danışdıqların yalan deyil? Yox. İndi danışdıqlarım yox. Bu danışdıqlarım yəni necə var olur.
Yəni 5 aya bu günə düşmüsən. İnandırıcı gəlmir qardaşım. Gəlsin, gəlsin. Gör məni bu 5 aya belə eləyən, 5 il 6 il eləyənləri nə günə qoyur. Onları məni belə xaricdən eləyir. Arıqlayıram, eləyirəm. Onları daxilən yıxır. Yəni demək olar ki, patı çəkənin gec-tez axırı belə bir yer olacaq. Milyon pay. Patı çəkənin çəkir, patdan nəsə qayıb tuta bilmir, keçir kokosa. Qarışdırır, kokosla eləyir. Bəs o klublarda zətdə gənclər tabletkalar atır ha. Onu da demək olar ki, sonu gəlib belə olacaq. 100%. Tabletkanı nə qədər atacaq o? Bir həftə atacaq tabletkanı, ikinci həftə tabletka ona kayf verməyəcək. Keçəcək, axtaracaq başqa kayf. Tabletkanın dozası qalxır axı. Onun dozasından da güclü bir doza tapmalı ki, o nəsə bir kayf tutsun. Elə o keçir başqa şeylərə. Paltarlarınız adı necə alırsan? Kim verir? Hardan alırsan? Memizdən alıram. Pul verib alırsan da. Ha, pul verirəm, alıram. Ucuzdur da, 2 manat, 3 manat, 5 manat. Bəs çimməyə harda çimirsən? Hamama gedirəm. Harda? İnşaatlarda. Var elə hamam. Binaları, ha. Neçəyə də hamam? 5 manat. Gəlib çimib çıxırsan. Ha? Paltarımı da yuyuram. Elə olur orada yuyuram, gəlirəm burada yuyuram. Səhərəm bir içəridə zivəl dönmüş. Ora. Peşmansan ha? Sonraki peşmançılıq serumla fayda vermir. Çoxdur indi bugünkü gün şəhərdə cavanlar narkotik vasitə istifadə edənlər. Çox. Görüb eləyirsən də sən. Əlbəttə. Qızlar çox qalıb ha? Qızlar bu tərəflərdə, aşağı tərəflərdə dolu. Nizami Metos tərəflərdə. Tək fırlanırsan, yoxsa dostun, tanışın? Tək. Narkomandan dost olar adama. Hasansa bir dalimamet. Eləyəcəksən. Ona görə də tək. Sən deyirsən ki, səndə qarabasmalar falan var da. Qarabasmalar, gözə görünmələr, qulağa səs, baş getmə olur. Olur. O patını çəkdən yuxusuz qalırsan günlərlə, 2 gün, 3 gün. Avtomatik başını gedir də, bilmirsən nə ağarsın. Bizim bir dostumuz var, indi zəng eləyəcəm ona. Onların öz xəstəxanaları var, özəl tibb müəssisəsidir. Bu cür sənin kimi insanları, başı gedənləri, fərqi yoxdur, narkoman və yaxud dəlilər, onların müalicə yeridir. İndi ora zəng eləyəcəm, görək qəbul eləyirsə, elə indi gec olar, 8-ə işləyib. Sabah gələ bilərsən? Gələrəm. Deyilən vaxt burada ola bilərsən, gələk götürək, gedək müalicəyə. Bəli. Həmid mən axşamınız xeyir. Axşamın xeyir Nail qardaş, axşamın xeyir. Bu deməli mən bir şəxslə, bir qardaşla çəkilişdəyəm. Bu narkotik istifadəçisi gənc oğlandır. Sadəcə olaraq bunda deyir ki, mən elə bir yatanda riski məni kimsə oyaldır, yolla gedəndə kimsə mənim deyir ki, get filan kəsi vur. Baş gedib də belə qara basmalar, qulağına səslər gəlmə zat. Sizdə elə müalicə var da mən bildiyimə görə. Bərpa o əvvəlki bərpa mərkəzi indi o azad yaşayışdır da, adı da klinikadır. Bəli. Sırf hələ narkotikdən belə deyim də, narkotikin verdiyi fəsadlardır ki, o gözə görsənmələrdir, beyində pozuntular olur. Sırf bura hələ onun üçün açılıb ki, çünki bugünkü bütün demək olar narkotik istifadəçi insanlar o fəsadlar beynində var. Və gəlib də burada 10-14 gün qalırlar, 10-14 gün ərzində də o fəsadlar hamısı çıxır gedir qardaş. Düzələn şeydir də yəni.
Bəli. Onda- Dərman müalicəsi olmalıdır da heç bir. Dəva dərman. Heç onda sabahların biz inşallah danışaq. İndi axşamdır, yəqin gecdir. Sabahların qardaşı götürüb gətirəcəm sizin xəstəxanaya. Hə, sabah prosta mənə vaxt deyərsi ki, mən də həkimlərə tapşırıq verərəm ki, onu qəbul eləyərlər burada. Oldu. Çox Sağ olun. Sabah saat 1-də burada ol, yaxşı? 1 tamamda ol, sən aparaq müalicəyə. Prosto çıxıb nə edəcəksən də, hara gedəcəksən, nə arayacaqsan? İşləyəcəm. Az parking təzə çıxıb. Hə, Telefonum da var, girib orada işləyərəm. işləyə bilərsən. İndi işləyirəm. Gündəlik evdə qalaram, hələ kimlik. Yetər ki bu bəladan canını qurtar. Bundan bir dənə qutarsam, mən buna xərclədiyim pulu gündə lap heç işləməyim. Yəni dəmir yelqabın bir yığım satım. Nə qədər pul 50-60 xərcləyirsən? manat mən pul xərcləyirəm buna. Gündə 50-60 manat. Elə olur 100 manat, 150 manat gündə pul gedir.